Salam əziz izləyicilər. Bugün sizinlə təbiət 5-ci sinif 1-ci hissə səhifə 37, 38, 39, 40, 41, 42 və 43-ün izahlarını verəcəm. Hər bir sualın izahını verəcəm. Gəlin başlayaq. Mövzu 14. Maddənin halının dəyişməsi. Sual 1. Boşluqlara baş verən hal dəyişmələrinin adlarını yazın. İlk olaraq yuxarıdakı boşluqda biz görürük ki, qaz halından maye halına çevrilmə baş verib. Bu hadisə kondensasiya hadisəsi adlanır. Aşağıdakı boşluqda isə mayenin qaz halına çevrilməsini görürük. Bu isə buxarlanma adlanır. Sonra maye halında olan maddənin bərk halda olan maddəyə çevrilməsi verilib. Bu hadisə donma adlanır. Bərk halda olan maddənin maye halında olan maddəyə çevrilməsi isə ərimə adlanır. Gəlin indi bunları yazaq. Bu şəkildə yazdıq. İndi keçək ikinci suala. Aşağıda suyun halının dəyişməsi ilə nəticələnən müxtəlif çevrilmələr verilmişdir. Bu çevrilmələrə səbəb olan temperatur dəyişikliyini boş xanalarda yazın. Buxarlanma. Buxarlanma da maye haldan qaz halına çevrilmə baş verir və bunun üçün də istilik artırılmalıdır ki, qaz halına çevrilmə baş versin. Yəni temperatur artırılır. Sonra ərimə. Ərimə hadisəsində bərk halda olan maddə maye halında olan maddəyə çevrilir. Bu zaman da temperatur artırılır və burada isinmə baş verir və maddə əriyir. Sonra donma. Donmada bərk halda olan, maye halda olan maddədən bərk halda olan maddəyə çevrilmə baş verir. Maye halda olan maddənin bərk halda olan maddəyə, məsələn, suyun buza çevrilməsi zamanı istilik azaldılmalıdır. Ona görə də temperatur azalacaq. Sonra kondensasiya. Kondensasiyada qazdan mayeye çevrilmə baş verir və bunun üçün də yenə temperatur azalmalıdır. Deməli, ilk olaraq buxarlamada temperatur artacaq, ərimədə artacaq, donmada azalacaq, kondensasiyada da azalacaq. İndi gəlin bunları yazaq. Bu şəkildə yazdıq. İndi keçək növbəti suala. Üçüncü sual. Leyla buz qəliblərinin içinə meyvə şirəsi tökdü və dondurucuya qoydu. Suallara cavab yazın. Dondurucuya qoymazdan əvvəl buz qəliblərinin içindəki meyvə şirəsi hansı halda idi? Biz şəkildə də görürük ki, dondurucuya qoymazdan əvvəl buz qəliblərinin içindəki meyvə şirəsi maye halda idi. Sonra B variantına deyir ki, dondurucuya qoyduqdan sonra meyvə şirəsi isindi yoxsa soydu? Cavab soydu olacaq, çünki dondurucu onun istiliyini özünə çəkdi və bu zaman bərk halda olan buz yarandı. Şəkildə də görürük. Yəni ki, şirə soydu. Sonra C variantı, meyvə şirəsi hansı çevrilmə nəticəsində bərk hala keçdi? Şirə donaraq bərk hala keçdi. Bu dəyişiklik donma adlanır. D variantı, donmuş meyvə suyunu soyuducudan çıxarıb bir müddət gözlədikdə nə baş verir? Bu dəyişikliyin səbəbini izah edin. Donmuş şirə əriyib yenidən su halına gələr. Niyə? Çünki otaq dondurucudan daha istidir. Otaqdakı isti hava buz şirəsi ilə təmas etdikdə ondan istilik ayrılacaq və bu istilik alan buz damcıları canlanacaq və su damcıları kimi hərəkət etməyə başlayacaq. Bu da ərimədir. Bu şəkildə yazırıq. Gəlin keçək sual 4-ə. Leyla soyuducuda kifayət qədər saxlanılan stəkanı masanın üzərinə qoydu. A variantı, stəkanın üzərində müəyyən müddət sonra nə baş verər? Stəkanın kənarında kiçik su damcıları əmələ gəlir. Yəni kondensasiya halı baş verir. Bu hadisənin necə baş verdiyini izah edin. Stəkan soyuq idi. Havada isə gözlə görünməyən su buxarı var. Bu su buxarı stəkanın soyuq səthinə toxunanda soyuyur. Bu da kondensasiya adlanır. Yəni ki, stəkanı masanın üzərinə qoyur. Biz bilik ki, otaq temperaturu soyuducudan daha isti olur. Soyuducuda saxlanan stəkanın üzərindəki su soyuyacaq. Və sonra çıxardanda isti hava səbəbilə bu su əriyəcək və bunun da səbəbi kondensasiya olacaq. Yəni üzəri nəm olacaq, bunun da səbəbi kondensasiyadır. Bu
Bu şəkildə yazacaq. İndi keçək növbəti suala, 5-ci sual. Nigarın anası paltarları qurutmaq üçün ipdən asır. A variantı. Yaş paltarların qurumasına səbəb olan çevrilmə necə adlanır? Bu buxarlanma adlanır. Paltardakı su buxarlanır və havaya qarışır. B variantı. Yaş paltarlar bükülü halda yoxsa açıq şəkildə daha tez quruyar? Fikrinizi əsaslandırın. Açıq olanda daha tez quruyar, çünki bu zaman paltarlar açıq olanda su hava ilə daha çox təmasda olur və daha çox hava ilə təmasda olduqda daha çox su molekulu havaya uçub qaz halında olur. Yəni ki, hava ilə təmasda olduqda daha çox su buxarı paltarın üzərinə uzaqlaşır və yəni hava ilə qarışır və paltar daha tez quruyur. Bükülü olduqda isə su gizlənir, hava ilə az təmas edir, ona görə də yavaş quruyur. Sonra C variantı. Yaş paltarlar isti havada yoxsa soyuq havada daha tez quruyar? Fikrinizi əsaslandırın. İsti havada daha tez quruyar. Niyə? Çünki istilik su molekullarına enerji verir. Onlar daha da sürətli hərəkət etdirir. İsti havada beləcə onlar paltardan daha asan qaçır və havaya buxarlanır. Havada buxarlanır. Soyuqda isə molekullar yavaş hərəkət edir və buxarlanmada yavaş olur. Yəni isti havada molekullar sürətlə hərəkət edir, buxarlanma da sürətli olur. Sonra D variantı. Yaş paltarlar küləkli havada yoxsa küləksiz havada daha tez quruyar? Fikrinizi əsaslandırın. Küləkli havada, çünki bu zaman paltarların üzərindəki su molekulları külək vasitəsilə sovrular və paltarlar bu şəkildə daha tez quruyar. Gəl indi yazaq. Cavablar bu şəkildə olacaq. Sonra keçək 6-cı suala. Nicat A, B və C qablarına su tökdü. A qabını günəş düşməyən otağa, B və C qablarını açıq havada günəşin altına qoydu. A variantı. A, B və C qablarındakı suyun buxarlanma sürətlərini artan sıra ilə düzün. A variantına görürük ki, günəş yoxdur, qaranlıq bir havadadır. Qabımızdakı dayaz qabdadır. Ona görə də A variantı buxarlanması ən gec olan variantdır. Sonra B və C-də hər ikisində də günəş var. Amma C variantında olan qabın ağzı daha genişdir deyə C variantında ən sürətli buxarlanma baş verəcək. Sıralanma bu şəkildə olacaq. A kiçikdir, B kiçikdir, C. Bu şəkildə yazacağıq. A və B variantı. A və B qablarındakı suyun buxarlanma sürətlərinin fərqli olmasını necə izah edərdiniz? A variantına gün düşmür və dayaz qabdadır. B variantına isə gün düşür və buxarlanma baş verir. Sonra C variantında B və C qablarındakı suyun buxarlanma sürətlərinin fərqli olmasını necə izah edərdiniz? C qabı daha geniş olduğu üçün daha tez buxarlanma baş verir. Bu şəkildə yazacağıq. 7-ci sual. Azər soyuducunun küp şəkilli boşluqları olan buz qəlblərini su ilə doldurur və dondurucuya yerləşdirir. Bir neçə saat sonra o buz qəlblərini götürür və içərisindəki buzları çıxarır. Beləliklə, Azər kub formasında olan buz parçaları əldə edir. Mətndən çıxan doğru nəticələri tik ilə işarələyin. Bərk maddələr müəyyən formaya malikdir. Bəli, bu doğrudur. Çünki buz qəlibdən çıxandan sonra da kub formasında qaldı. Bu deməkdir ki, buz kimi bərk maddələrin öz formaları var. Mayelər müəyyən formaya malikdir. Bunu yazmayacağıq. Çünki bu su buz qəlbinə töküləndə onun formasını aldı. Öz formasını saxlamadı. Sonra üçüncüyə baxaq. Mayelər qabın formasını alır. Bu da doğrudur. Niyə? Şirə buz qəlbinin kub formasını aldı. Sonra su soyudulduqda buz halına keçə bilər. Bu da doğrudur. Çünki Azər suyu dondurucuya qoydu və o buz oldu. Bu da donma prosesidir. Bu şəkildə 1, 3, 4 doğru olacaq. İndi keçək sual 8-ə. Hansı hallarda buxarlanma baş verdiyini tik ilə işarələyin. Ətir qabının ağzını açdıqda ətrin qoxusunu hiss edirik. Bu zaman buxarlanma baş verir. Çünki ətirdəki maye çox tez buxarlanır, havaya qarışır və biz onu iyləyirik.
Sonra ikinciyi oxuyaq. Sübh vaxtı otların üzərində şeh damcıları yaranır. Bunu yazmayacaq. Burada buxarlama baş vermir. Çünki bu havada olan su buxarının soyuq otlara dəyib suya çevrilməsidir. Bu kondensasiyadır, buxarlanma deyil. Yaş paltarlar quruyur. Nəm yaş paltarlar quruyur. Bu da buxarlanmadır. Çünki paltardakı su buxarlanır, havaya uçur. Qar suya çevrilir. Bu buxarlanma deyil. Çünki qar əriyir, yəni bərk haldan maye hala keçir. Bu ərimədir, buxarlanma deyil. Cavab 1-3 oldu. Venn diaqramına uyğun olanları qeyd edin. Suyun qaynaması, suyun buxarlanması. Suyun maye haldan qaz halına keçməsidir. Suyun maye haldan qaz halına keçməsi, yəni A variantı hər ikisinə ortaq cavab kimi gedir. Yəni A-nı ortaya yazacaq. Suyun zərrəcikləri əsasən onun səthindən ayrılaraq qaz halına keçir. Bu suyun buxarlanmasına aiddir. Suyun zərrəcikləri bütün həcmdən ayrılaraq qaz halına keçir. Bütün həcmdən ayrılaraq da irsə də suyun qaynamasına aiddir. Bu şəkildə yazacağıq. Gəlin sual ona keçək. Aşağıdakı şəkildə baş verən hal dəyişikliklərini müəyyən edin və uyğun boşluqlara yazın. Gəlin ilk öncə sualımızı oxuyaq. Maddənin hal çevrilməsi zamanı şüşə çubuğun rolu nədən ibarətdir? Gördüyümüzdə səsən deyirik ki, şüşə çubuq buxarı soyutmaq üçündür. O soyuq olduğu üçün isti buxar ona dəyəndə soyuyur və su damcılarına çevrilir. Yəni buxarı suya çevirməyə kömək edir. Burada kondensasiya baş verir və burada da buxarlanma baş verir. Cavabı bu şəkildə yazacaq. İndi keçək növbəti səhifəyə. Leyla şüşə qaba bir qədər isti su tökür və şüşə balonunun ağzını bağlayaraq müşahidə aparır. Şüşə balonun içərisinə su damcılarının necə yarandığını izah edin. Balonun içindəki isti sudan buxar çıxır. Bu buxar balonun soyuq divarlarına və yuxarı hissəsinə toxunanda soyuyur. Soyuyan buxar isə su damcılarına çevrilir. Bu da kondensasiyadır. B variantı. Şüşə balonun yuxarı hissəsindəki su damcıları aşağı hissəsindəki damcılardan böyükdür. Bunun səbəbini necə izah etmək olar? Balonun yuxarı hissəsi daha soyuq olur. Ona görə də orada daha çox buxar suya çevrilir deyə bilərik. Üçüncü sual. Leyla şüşə balonu isti su əvəzinə soyuq su töksəydi, eyni prosesləri müşahidə edərdimi? Fikrinizi əsaslandırın. Xeyr, olmazdı. Çünki soyuq su çox az buxarlanır. Balonun içində kifayət qədər buxar olmazdı ki, damcılar yaransın. Damcıların yaranması üçün isti buxar lazımdır. Cavablar bu şəkildə olur. İndi keçək sual 12-yə. Uyğunluğu müəyyən edin. Maddələrin hal dəyişmələrinə uyğun boşluqlara yazın. A variantı bərk maddədə maye hala ərimədir. B variantı maye haldan bərk hala donma. C variantı qaz halına maye hala kondensasiya. D variantı maye haldan qaz halına buxarlanmadır. Cavablar bu şəkildə olacaq. Bugünkü dərsimiz bu qədər. Əgər videomu bəyəndisə like atmağı və kanala abunə olmağı unutmayın. Gələn dərslərdə görüşənədək sağ olun.